Hı. Yine qalığı istəyir, yine kalan bulma. Tamam mı uşaqlar? Şimdi bizden deyir ki px'i x'e böləndə 3 eləyir. Tamam. P 0 3'e beraberdir. Müəllim hardan geldi bu 0? Bölenin kökü 0'dır. Tamam mı? Bu buradan geldi. Burada da 0'a beraberlendi. X kare neye eşittir? 3'e beraberdir. Deməli x kareni ne eləməmiz lazım uşaqlar? Burada değerlendirme eləmemiz lazım ama burada px ile verilib. Kalan nedir? 4x üstəgəlinsin 3'tür. Şimdi arkadaşlar bizden ne istiyor? Diyor ki px'i buradan beraberdir belə deyim də. X'i çölə çıxardığında ne alınır? X kvadrat çıxılsın 3 alınır. Tamam mı? O zaman biz bölməni tapa bilməmiz üçün yadınızdadırsa belə bir nümunələr verirdim topludan, aşağı sinif misallarından. Bir A ədədini 15'e böləndə qalıq 11'dir, üzr istəyirəm, səhv yazdım, qalıq 11'dirsə, eyni bir A ədədini 5'e böləndə qalıq nə olurdu uşaqlar? Belə eləyir də bölənlər həmişə bir-birinə bağlı olduğu üçün elə 15'e bölünənlər 15'in bölenler de olduğuna göre yani 3'e 5'e de bölündüğüne göre 11'i 5'e bölürəm ne kalınır? Bir qalıq qalınır. Eyni məntiqlə uşaqlar bunları eğer hasil şeklindeyse tamam mı? Ne yapabilirdim arkadaşlar? Belə deyim də x kvadrat beraberdir 3'e görəm. Tamam mı? Kalanları hökman ve hökman bir-birinə vura bilərdim. Yəni P0 3'e beraberdir. Px beraberdir neye? X kvadrat çıxılsın 3 beraberdir kökü 0'a. İndi gəlin şöyle bir şey diyelim. Kub olduğuna göre ax kvadrat üstə gəlinsin bx üstə gəlinsin şey şəklindədir. Çünkü qalıq ondan kiçik olmalıdır axı. Tamam mı? İndi x'in yerine 0 koyanda uşaqlar x'in yerine 0 koyanda cevap ne oldu? Yani bak burada 0 koyanda. C beraber oldu neye? 3'e beraber oldu. Doğru mu? İndi x kvadratın yerine 3 koyanda görsünüz de burada x kvadratın yerine 3 koyanda ne olur? 9a üste gelinsin bx üste gelinsin 3 x'i yerine koymur olmur axı. Beraber neye? 4x üste gelinsin 3'e üzr istəyirəm sıfıra yok. 4x üste gelinsin 3'e qoy buranı təzədən yazım. Səliqəli olsun. 4x üste gelinsin 3'e. İndi ay uşaqlar, indi x'in əmsalı nədir burada? B nedir? 4'tür. Görürsünüz de uşaqlar yəqin ki. Bx'in əmsalı 4x'tir. B 4'tür. Tamam mı? B 4'tür. 9A sərbəst həddə nədir? 9A üstəgəl 3 nə? 3'tür. 9A üstəgəl 3 bərabərdir 3'e. 9A bərabərdir nəyə? 0'a. A da nəyə bərabərdir? 0'a. A 0 olunca uşaqlar baba burada o şey bura getdi. Nə qaldı uşaqlar? 4x üstə gəlinsin 3 kaldı yani C bəndi. Daha pratik yollarla da belki de eləmək olardı. Görün biraz tapmacavari misal idi. Tabii ki güzel bir soruydu. Nəzrin, Nərman barışdınız mı? Bəli. Bəli müəllim. Yani biraz harman çorman misalıydı ama güzel bir soruydu. 14. sual. Bu da biraz önceki 13. sualın başka formasından daha sade dilde desək, baxın uşaqlar. Qalığı tapmaq üçün nə edirik? Qalığı tapmaq üçün bölənin kökü deyən kimi Leyla, Nəzrin, x kvadrat plus 1'i sıfıra bərabərləyib, x kvadrat bərabərdir mənfi 1'ə. Tamam mı? Yani bölenin kökünü aparıp bölünəndə yerine koyanda qalığa bərabərdir. Yani misal 2x artı 3'e beraber olacaq. Gəlin x kvadratın yerine mənfi 1 qoyaq. X kvadratın yerine burada mənfi 1 qoyanda x kvadrat var mənfi 1. Ama bir dənə x artıq qalır. Yani mənfi x. X kvadratın yerine mənfi 1 qoyanda olur çıx a. Üstə gəl bx üstə gəl 2. Bak buraya burasından şeydi. Kim anlamadı bak burasını? Lütfen bak burasını kim anlamadı uşaqlar? Əfrasya başladınız mı burasını? Ses gelmedi yəqin ki olur. Aha. X yok. Bəli. İndi polinom eşitliyinə görə nəsə desin yatmısan deyəsən. X-in əmsalı nədir? Çocuklar burada 2'dir. X-in əmsalı nədir uşaqlar? Bax burada mənfi 1 ilə üstə gəlinsin B-dir. B də nəyə bərabərdir? 3'ə.
İndi sərbəst ədədlər. Sərbəst ədədlər nədir? Mənfi A-dan üstəgəl 2. Bu da nəyə bərabərdir? 3-ə bərabərdir. A nəyə bərabərdir? Mənfi 1-ə. Vəsiyo. Mənfi 1 çıxılsın 3 bərabər nəyə? Mənfi 4-ə. Yəni D bəndir. Var mı 14-cü sual? Leyla başladınız mı 14-cü sualı? Bəli, müəllim. Məhərrəm başınızda yəqin ki. Bəli, Hı. müəllim. 15-ci sual. 15-ci sualda yenə biraz önceki aynı suallar. Bölənin kökü. Baxın x kvadrat çıx x bər. O zaman buradan x kvadrat nəyə bərabər olacaq? O tərəf atanda x üstəgəl 2-yə. Tamam mı? Uzun uzadı gedəcək bu soru. Dikkat edelim lütfen. X kvadrat. Kvadrat yox olana qədər nə x kvadratın yerinə x artı 2 yazacağım. Bax. Gəldik. X kvadrat vur 2. Üzr istəyirəm. X kvadrat vur x. X kvadratın yerinə x artı 2 yazıram. Yenə x kvadrat vur x olduğuna görə əmsalında x var. Çıxılsın x kvadratı gördüm yerinə x üstəgəl 2 yazıram. Yəni harda x kvadrat gördün yerinə x üstəgəl 2 yazsın. Üstəgəl ax üstəgəl b bərabər nəyə? Sıfıra. İndi mötərizələri açıram. X kvadrat üstəgəl 2x çıx 2x çıx 4 üstəgəl ax üstəgəl b bərabərdir sıfıra. 2x-lar getdilər. Yenə x kvadratın yerinə x artı 2 yazıram. Çıx 4 üstəgəl ax üstəgəl b bərabərdir sıfıra. Ta sadələşənə kimi x çıxılsın 2 üstəgəl ax üstəgəl b bərabərdir sıfıra. Tamam mı? İndi sıfıra bərabər deyil, polinom eşitsizliyinə görə də. Sıfıra bərabər olduğuna görə x-in əmsalları nədir nəzrin? 1-dən a-dır. 1 üstəgəl a bərabərdir sıfıra. X-in sərbəstləri nədir? Mənfi 2 üstəgəl b bərabərdir sıfıra. Deməli, a buradan mənfi 1-dir, b də nədir uşaqlar? 2-dir. Mən sizin üçün hamısını tapmış oldum. A mənfi 1, yəni C bəndi. Anlaşıldı mı uşaqlar? Aydındır. Hı hı. Bəli, Çok bəli. güzel, çok güzel. Çok sağ ol uşaqlardır. Evet, törəməyə gələn, türəvə gələn bir güzel bir soru. Deməli, yenə bölənin kökünü arkadaşlar x bərabər nəyə? 1-ə. Bölənin kökünü aparıb yerinə qoyuram. Bir kökünü yerinə qoyanda 1 üstəgəlinsin 4 üstəgəl a üstəgəl b bərabərdir sıfıra. A üstəgəl b də Leyla bərabər nəyə? Mənfi 5-ə. Tamam mı? İndi bu perfect square if expressions will be, yəni ki, tərcümə edeyim. Burada tam kvadrat ifadələr olanda bir dənə kök olduğu üçün bir dəfə yerinə qoyuruq. İkincidə isə arkadaşlar, baxın, bura birinci yazım. İkincidə isə ifadənin törəməsini alırıq. Törəmə bəzilərinin yadındadır, bəzilərinin yanında. Törəmə alanda uşaqlar 3 qabağa düşürdü. 3x kvadrat üstə gəlinsin 8x üstə gəl ax üstə gəlinsin b bərabərdir 0 eləyir. 0 niyə bərabər eləyir? Törəməyə görə. İndi bir dəfə törəməsini tapandan sonra x-in yerinə 1 qoyuram. 1-i qoyanda 11 üstə gəl a üstə gəl b bərabərdir 0-a. Burada nəsə səhvlik oldu məncə. Çox üzr istəyirəm. Törəməsini alanda burada bir səhvlik oldu. Çok özür diliyorum. Çok özür diliyorum. Bir dakika tamamıyla səhv elədim. 2 qabağa düşdü 8x. AX-in törəməsi A verirdi. B-in də törəməsi 0-a gedirdi. İndi x-in yerinə yenidən 1-i yazanda 3 üstəgəl 8 üstəgəl A bərabərdir 0-a. A da nəyə bərabərdir uşaqlar? Mənfi 11-ə.
A mənfi 1, 11 olandan sonra apar burada yerini yazanda mənfi 11 üstə gəl B bərabərdir mənfi 5-ə. B də nəyə bərabərdir uşaqlar? 6-ya. Yəni E bəndi ilə. Ümid edirəm ki, yaxşı izah elədim.